Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Bizler üsyan ettiğimiz üçün varıq. İnsan sadece yaşayan bir varlık değil, eyni zamanda sərhədləri belli eden bir varlıqdır. İnsan bir noktada yok dediği zaman əslində sadece bir şeyi reddetmir, bir ölçü koyur, bir sərhəd çəkir ve o sərhəddən içində özüne bir anlam kurur. Bir millet yok dediği zaman, yeter dediği zaman o milletin tarixində yeni bir başlangıç başlayır. Tarix bizə dəfələrlə bunu göstərib ki, bəzi millətlər o tarixi fürsət yarandığında fəqət etiraz etmədilər, bəlkə yönlərini və cəhətlərini də tapdılar. Bəziləri isə eyni anda, eyni öfkə ilə ayağa qalxdı, amma yox oldular. Aradakı fərq çox vaxt eşikdə görünməz. Eyni şüarlar atdılar, eyni kütlələr topladılar, eyni umutlar qurdular. Amma biri tarixə dönüşdü, diğeri sadece bir xatirə olaraq qaldı. Baxın, biz de bugün tarixin bu önemli noktasında durmuşuq. Üsyanın ne olduğunu değil, üsyanın ne zaman bir gələcəyə dönüşdüğünü danışırıq. Mən Altay Urmulu, siz Araz News radyosunda Azadlıq ve Ədalət programını dinləyirsiniz. Bu programda bugün bir ölkəni deyir, bir anı ve bir ləhzəni danışacağıq. Dövlətlərin sarsıldığı, dəngələrin dəyişdiyi, insanların artıq əskisi kimi yaşamaq istəmədiyi, amma eyni zamanda hər şeyin hələ bəlirsiz olduğu ləhzəni danışırıq. İçində yaşadığımız coğrafiyada sadəcə bir siyasi gerilimdən bəhs etmirik. Bir atmosferdən də danışırıq. Dövlətin reflekslərinin sərtləşdiyi və millətin artıq əski dəngəyə geri dönməyəcəyini hiss etdiyi bir atmosferdən. İranda son dönemde yaşananlar tam olarak belə bir tablonu ortaya koyar. Bir yanda xariclə böyüyen bir savaş hali, diğer yanda ise içeride dərinləşən iktisadi, toplumsal ve siyasi baskılar. Artıq hər kəs heç bir şeyin əski haline dönməyə biləcəyinin fərqinə varıbdır. Sistem alışık olduğu dəngəni itirməyə başlayıb. Baxın, öyle anlar ve ləhzələr tarixi olarak sıradan anlar deyil. Eyni zamanda hər böhran bir dönüşüm mənasında da gəlməz. Çünki böhran sadəcə bir qapı aralar. Amma o qapıdan kimlərin keçəcəyini isə başqa şeylər bəllidir. Hazırlıq, hafizə və ən önəmlisi təşkilatlanmış bir yön və cəhət duyğusu. Tarixi ləhzələr hazır olan millətlər üçün hər zaman bir dönüm nöqtəsi haline gəlibdir. Bu yüzden bugün bir ölkəni deyil, tarix boyunca benzer anları yaşamış olan millətləri də danışırıq. Tarix bəzən böyük savaşlarla başlar kimi anlatılır. Amma həqiqətdə çox vaxt daha səssiz başlar. İrlandiyada da belə başladı. Bir səhər qəflətən ayağa qalxan bir millət deyirdi bu. Bir gecədə azadlıq deyə bağıran bir kütlə də deyirdi. Daha öncə çox daha dərin şeylər yaşanmışdı. İrlandiya özünü itirmeye başlamıştı. 100 iller boyunca İngiliz hakimiyeti altında yaşayan İrlandiya kimliğini itirirdi. Hafizəsi dağıdılırdı. İnsanlar yavaş yavaş öz hikayelerini başkalarının dilinde anlatmaya başlamıştı. Dilleri bir zamanlar günlük hayatın təbii parçası iken yavaş yavaş geri çəkilirdi. Mədrəsələrdə başqa bir dil, rəsmi həyatda başqa bir dil, hatta zamanla düşünərkən belə başqa bir dillə düşünməyə başlamışdılar. Və bir millət üçün ən dərin qırılma anı tam burada başlar. Özü özünə yabancılaşmaq, özü özünə özgələşmək. İrlandiyada 1893-cü ildə qurulan bir dil dərnəyi sadəcə bir dil dərnəyi deyildi. Bir xatırlama hərəkəti idi. Douglas Hyde kimi izimlər İrlandiyanın sadəcə idarə edilmədiyini, eyni zamanda unutulduğunu da söyləyirdilər. Və bu unutmanı tərsinə sevirmək gərəkirdi. Amma necə? Silahla deyil, kəlmələrlə. İrlandiyada birdən-birə teatrlar önəm qazanmağa başladı.
şeirlər yenidən mərkəz halına gəldi. Hekayələr, əfsanələr, əski anlatılar hamısı yenidən anlatılmağa başladı. Mədəni fəallar və ədəbiyyatçılar sadəcə ədəbiyyat tolid etmirdilər. Onlar bir millətin zehnini və milli hafizəsini yenidən qururdular. Səhnədə oynanan oyunlar sadəcə sənət deyildi, bir millətin hafizə məşqi idi. İnsanlar ilk dəfə özlərini öz dilləri ilə, öz hekayələri içində görməyə başlamışdılar. İrlandiya öncə özünü yenidən xəyal etdi. Bir millət öncə kim olduğunu xatırladı. Sonra kim olmaq istədiyini düşünməyə başladı. Bu prosə eşikdən baxıldığında səssiz görünür. Amma əslində ən böyük dönüşüm burada gerçəkləşir. Çünki bir millət özünü yenidən anlatmağa başladığında artıq sadəcə keçmişini deyil, gələcəyini də qurmağa başlayır. İrlandiya hələ savaşmırdı, amma zehni olaraq çoxdan dəyişmişdi. Artıq özünü yalnız bir bölgə olaraq deyil, bir millət olaraq görürdü. Və bu fərq hər şeyin başlanğıcı idi. Və bir millət özünü yenidən anlatmanı öyrəndiyində artıq yalnız mədəniyyət tolid etməz. O, taleyini də tələb etməyə başlar. İrlandiya özünü yenidən xatırladıktan sonra artıq o prosə fəqət mədəni bir oyanış olaraq qalmazdı. Çünki bir millət kim olduğunu fərq etdiyində artıq necə yaşamaq istəmədiyini də fərq edər. Və bu fərqindəlik və özünə gəlmə bir nöqtədən sonra səssiz qalmaz, xiyavanlara elər, görünür halə gələr və risk almaya başlar. 1916-cı il bu mənada bir qırılma nöqtəsidir. Paskalya üsyanı yalnız bir silahlı qalxınma deyildi. Bu hadisənin əsl gücü hərbi kapasitədən və ya təvandan deyil, daşıdığı mənadan gəlirdi. Çünki o gün İrlandiyada sadəcə insanlar deyil, bir fikir ayağa qalxmışdı. Üsyan başladığında dəngələr İrlandiyanın nəfinə dəyirdi. Qısa sürədə bastırıldı, liderləri edam edildi. Eşikdən baxıldığında bu bir məğlubiyyət idi. Amma tarixin bəzi anlarında sonuc görünən sonuc deyil. Bəzən bir hərəkətin həqiqi gücü bastırıldığı anda ortaya çıxar. Çünki o anda fikir qorxunun önünə keçər. Paskalya bəyannaməsi bu üzdən bəlirləyici idi. Bu mətn yalnız İngilis egemenliyinə qarşı bir etiraz deyildi. İrlandiyanın özünü necə təriflədiyinin açıq elanıdır. Orada artıq bir cəmiyyət və bir millət danışmırdı. Bir siyasi aktor danışırdı. Biz varıq demək yetmirdi artıq. Biz necə varıq sorusuna cavab verilirdi. Və tam burada İrlandiyanın hekayəsi sıradan bir üsyan hekayəsi olmaqdan çıxır. Çünki bu nöqtədən sonra İrlandiya yalnız dirənmədi, özünü qurmağa başlamışdı. 1919-cu ildə qurulan Yeni İrlandiya Məclisi bunun eyni və ya somut ifadəsidir. Bu sadəcə bir toplantı deyildi. Bu bir düşüncə idi. Onlar deyirdi, bizi başqaları idarə edə bilməz. Biz özümüzü təmsil edərik. Və bu düşüncə yalnız sözdə qalmadı. Paralel bir idarə ağı oluşmağa başlamışdı. Məhkəmələr quruldu, yerli quruluşlar inşa edildi. Qərar mekanizmaları gəlişdirildi. Yəni ortada artıq sadəcə bir təpki yox idi. Bir sistem oluşurdu. Bu prosənin ən kritik nöqtəsi də burada yatır. Çünki tarix bizə dəfələrlə bunu göstərib. Təpki tolid etmək asandır. Amma o təpkini qurumsal və ya təşkilati bir quruluşa dönüşdürmək nadir və çətin olan bir şeydir. Michael Collins kimi figurlar bu üzdən bəlirləyici bir rol oynadılar. Collins yalnız bir dirənikçi deyildi. O dağınıq bir enerjini təşkil edə bilən bir əqli təmsil edirdi. İstihbarat və ya ittilat sistemi qurdu. Ağlar oluşturdu, hərəkətin yönünü və cəhətini bəlli etdi. Yəni duyğunu stratejiyə dönüşdürdü və burada İrlandiyanın əsl fərqi ortaya çıxdı. İrlandiya sadəcə savaşmadı. Yazdı, qurum qurdu və təmsil tolid etdi. Bu üç unsuru bir araya gətirdiyində bir hərəkət artıq kütlə olmaqdan çıxar, siyasi bir öznəyə dönüşər. Tam bu nöqtədə Darun Acamoğlu'nun çizdiyi çərçivə məna qazanar. Millətlər yalnız baskı altında olduqları üçün dönüşməzlər. Dönüşüm ancaq o baskıya qarşı təşkilatlanmış bir güc oluşduğunda mümkün olar. Yəni məsələ yalnız haqlı olmaq deyil,
Məsələ o haqlılığı daşıyacaq bir quruluş qura bilməkdir. Başqa bir ifadə ilə təşkilatlanmamış ölkə tarix yaza bilməz. İrlandiyanın hekayəsi bu üzdən yalnız bir dirəniş hekayəsi deyil. Bu bir millətin duyğudan quruma və ya sazmana, təpkidən stratejiyə və dağınıqlıqdan təşkilata keçişinin hekayəsidir. Və bu keçiş olmadan heç bir üsyan qalıcı bir sonuc tolid etməz. Amma tam da burada bu hekayəni romantizə etməmək gərəkir. Çünki tarix hər zaman bu qədər çizgisəl, bu qədər uğurlu ilərləməz. Hər millət İrlandiya kimi bu dönüşümü gerçəkləşdirə bilməz. Hər böhran bir millət üçün çıxış qapısına dönüşməz. Çünki eyni anda ayağa qalxan millətlərin hamısı eyni səviyyədə hazırlığa sahib deyil. Və bu yüzdən tarix hər zaman İrlandiya kimi qabağa getməz. Bəzən eyni şərtlər oluşar, eyni qırılmalar yaşanar, eyni kimliklər ayağa qalxar. Amma sonuc bambaşqa olar. Yugoslaviya bunun ən çarpıcı örnəklərindən biridir. Uzun illər boyunca Yugoslaviya fərqli millətlərin bir arada yaşadığı bir quruluş idi. Serblər, Krovatlar, Slovenlər, Boşnaqlar, fərqli dinlər, fərqli dillər, fərqli tarixi hafizələr. Bu çeşidlilik güclü bir mərkəz sayəsində dəngədə tutulurdu. Amma o mərkəz Titonun ölümündən sonra zəifləməyə başladı. İqtisadi böhran dərinləşdi, siyasi otorite parçalandı və ən önəmlisi ortaq anlatı və ya rivayət çözülməyə başladı. Çünki bir dövləti bir arada tutan şey sadəcə qurumlar deyil, eyni zamanda ortaq bir hekayədir. Yugoslaviyada o hekayə dağıldığında yerinə daha sərt, daha dar kimliklər gəlməyə başladı. Millətçilik birləşdirici bir dil olmaqdan çıxıb ayrışdırıcı bir gücə dönüşdü. Və burada çox kritik bir qırılma yaşandı. Kimliklər təşkilatlanmadan siyasiləşdi, amma qurumsallaşmadan da sərtləşdi. Bu ən təhlükəli kombinasyonlardan biridir. Çünki ortada enerji vardır, amma yön yoxdur. Öfkə vardır, amma quruluş yoxdur. Yugoslaviyada tam olaraq bu yaşandı. Xiyavanlar doldu, söyləmlər sərtləşdi, liderlər ortaya çıxdı. Amma bu proses İrlandiyadakı kimi bir qurumsal inşaya çevrilmədi. Onun yerinə çatışmaya dönüşdü. 1990-cı illərin başında başlayan savaşlar sadəcə bir dövlətin parçalanması deyildi. Bir millətin içindən qopmasıydı. Qonşular bir-birlərinə silah çəkdilər. Eyni şəhərlər fərqli cəbhələrə bölündü. Eyni keçmiş düşmənlik hekayəsinə dönüşdü. Və bu nöqtədə xarici aktorlar devrəyə girdilər. Uluslararası güclər öz çıxarlarına görə pozisyon aldılar. Bəzi qruplar dəstəkləndi, bəziləri yalnız buraxıldı. Bu da prosesini daha da qarmaqarışıq hala gətirdi. Çünki artıq məsələ sadəcə iç dinamiklərlə məhdud deyildi. Və sonuçda geriyə qalan minlərlə insanın həyatını itirdiyi bir savaş və milyonlarla insanın yerindən edildiyi bir buhranla bərabər parçalanmış bir coğrafiya. Yəni eyni başlanğıc nöqtəsi, amma tamamən fərqli bir sonuc. Yugoslaviya bizə bunu açıqca göstərdi. Bir dövlət zəiflədiyində hər kəs qazanmaz. Hətta çox vaxt ən çox itirənlər ən hazırsız olanlardır. Çünki kontrolsuz səfərbərlik, təşkilatlanmamış kimlik və strategisiz hərəkət tarixi fürsətə deyil, fəlakətə dönüşə bilər. İrlandiya bizə bir yol göstərir. Yugoslaviya isə bir xəbərdarlıq buraxır. Və bu iki örnək arasında bugün Güney Azərbaycan durur. Amma burada danışdığımız şey sadəcə bir coğrafiya deyil, sadəcə bir etnik kimlik də deyil. Bu tarixi bir məsələdir. Güney Azərbaycan məsələsi. Yəni ortaya çıxmış bir tələb deyil. Bu məsələ dilin geri çəkildiyi, hafizənin bastırıldığı və təmsilin məhdud qaldığı uzun bir prosesin sonucudur. Bir millətin öz dilində təhsil almaması, öz mədəniyyətini ümumi sahədə tam olaraq yaşayamaması və siyasi olaraq özünü yetərli ifadə edə bilməməsi. Bunların hər biri güncəl bir sorun deyil. Bunlar zamanla yığışan bir tarixi gerilimdir. Bu yüzden Güney Azərbaycanı yalnız bugün yaşadığımız hadisələr yüzündən oxumaq əskik qalır.
Çünki burada məsələ yalnız xiyavandan başlayan bir hərəkət deyil. Bu, hafizənin içindən gələn bir hərəkətdir. 1945 bu hafizənin ən kritik qırılma nöqtələrindən biridir. O qısa dönəm bir millətin öz taleyini bəlli etmək fikrinin eyni olaraq təcrübə etdiyi bir andır. Hər nə qədər o proses sürdürə bilər olmasa da, buraxdığı iz silinmədi. Çünki bəzi təcrübələr uğurlu olmasa belə bir millətin zehnində qalıcı bir dönüm nöqtəsi yaradır. Bugün Güney Azərbaycanda gördüyümüz şey sadəcə bir təpki deyil, bir birikimdir. Dil üzərindən, kimlik üzərindən və ən önəmlisi görünür olma istəyi üzərindən böyüyən bir birikim. Amma burada çox kritik bir nöqtə var. Frans Fanonun işarə etdiyi kimi, bir millətin ən böyük itkisi sadəcə baskı görmək deyil. Əsl itki öz-özünə yabancılaşmaqdır və öz-özünə özgələşməkdir. Və bu yabancılaşma və özgələşmə qırılmağa başladığında bir oyanış başlar. Amma Fanonun bir xəbərdarlığı daha var. Oyanış tək başına yetərli deyil. Çünki oyanış yön və ya cəhət tolid etməz. Yönü və cəhəti quruluş və təşkilat tolid edər. Baxın, tam bu nöqtədə məsələ kəskinləşər. Güney Azərbaycan üçün bugün əsl soru budur. Bu birikim və bu yığılım bir quruluşa və təşkilata dönüşə biləcəkmi? Çünki tarix bizə çox net bir şey öyrədir. Haqlı olmaq yetərli deyil. Bir çox xalq və bir çox millət haqlı idi. Amma çoxu tarix yaza bilmədi. Bəziləri itdi və məhv oldu. Bəziləri bastırıldı, bəziləri də fürsəti qaçırdı. Fərqi yaradan şey hazırlıq idi. Bugün Güney Azərbaycanda bir hərəkət var. Amma bu hərəkətin qarşısındakı ən böyük risk xarici baskıdan öncə iç dağınıqlıqdır. Çünki dağınıq bir enerji nə qədər güclü olursa olsun, yön və ya cəhət tolid etməz. Təşkilatlanma olmadan, qurumsallaşma olmadan, ortaq bir siyasi dil olmadan heç bir hərəkət qalıcı halə gəlməz. Bu sadəcə teori deyil. Tarixin ən net sonuçlarından biridir. İrlandiya bunu başardı, Yugoslaviya başara bilmədi. Bu fərq sadəcə xarici şərtlərdən deyil, iç kapasitə, yəni iç gücdən qaynaqlandı. Güney Azərbaycan üçün bugün məsələ artıq yalnız haqlı olmaq deyil, məsələ hazır olmaqdır. Hazır olmaq nə deməkdir? Duyğunu quruluşa və təşkilata dönüşdürmək, kimliyi stratejiyə dönüşdürmək, təpkini quruma, yəni sazmana dönüşdürmək və ən önəmlisi, birlikdə hərəkət edə bilən bir zəmin qurmaq. Çünki heç bir tarixi an təşkilatlanmamış bir cəmiyyəti qurtarmaz və heç bir böhran öz başına bir gələcək inşa etməz. Bunu ancaq hazırlananlar yapa bilər. Çünki tarix sadəcə istəyənləri deyil, hazırlananları mükafatlandırır. Bu nöqtədə artıq duyğudan uzaqlaşıb məsələni daha net bir çərçivə ilə görmək lazımdır. Çünki bəzi anlar vardır ki, yanlış düşünmək, yanlış hərəkət etməkdən daha təhlükəli olur. Daron Əcəmoğlunun çalışmalarında təkrar ortaya çıxan bir həqiqət vardır. Cəmiyyətlərin taleyini bəlli edən şey sadəcə nə istədikləri deyil, o istəyi necə təşkilatlandırdıqlarıdır. Başqa bir ifadə ilə tarix öz-özünə dəyişməz. Tarix kapasitəyə, yəni gücə görə formalaşar. Bu çərçivədə 3 təməl əsl ortaya çıxar. Birincisi, mərkəz zəiflədiyində hər kəs qazana bilməz. Bu tarixin ən çox yanlış anlaşılan nöqtələrindən biridir. Bir dövlətin zəifləməsi otomatik olaraq bir millətin güclənməsi mənasında deyil. Tam tərsinə, hazırsız olanlar üçün bu dönəmlər daha böyük itkilərə yol aça bilər. Çünki boşluq hər zaman biriləri tərəfindən doldurulur. Və o boşluğun kimin dolduracağı, kimin daha hazır olduğuna bağlıdır. İkinci əsl, kimlik tək başına yetməz. Bir millətin dili olması, hafizəsi olması, tarixi haqlılığı olması bunlar önəmlidir, amma tək başına yetərli deyil. Çünki kimlik yön və ya cəhət verə bilməz. Yönü siyasi əql verər və o əql ancaq ortaq bir dil və ortaq bir hədəf ətrafında formalaşar. Üçüncü və ən təyin edici şey qurum və ya təşkilat və ya sazmandır. Bir hərəkətin gücü qalabalıqdan və ya kütləsindən deyil, quruluşundan gələr.
kadrdan, bərnamələrdən, süreklilikdən gələr və bu olmadan ən güclü ictimai enerji belə zamanla dağılar. Bu üç əsli Güney Azərbaycan açısından düşündüyümüzdə ortaya çox net bir tablo çıxır. Bugün ehtiyac duyulan şey sadəcə duyğu və ehsas deyil, sadəcə təpki və ya refleks deyil, bir inşa etmə prosesidir. Bu nə deməkdir? Burada bizim amacımız təşkilatlanmaqdır. Dağınıq quruluşlar yerinə bir-birini tanıyan, bir-birini tamamlayan ağlar və ya irtibat yolları qurmaqdır. Ortaq bir dil deməkdir. Hər kəsin fərqli danışdığı deyil, eyni hədəfə fərqli yollarla yeridiyi, amma bir-birini anladığı bir zəmin. Bu yəni kadr sazı ya kadr yaratmaq. Sadəcə qalabalıq deyil, nə etdiyini bilən, məsuliyyətini ala bilən, süreklilik sağlaya bilən insanlar. Bu yəni qurumsallaşmaq ya sazmanlaşmaq, sazman yaratmaq. Yəni keçici sazmanlar deyil, sabah da var olacaq quruluşlar və eyni zamanda uluslararası bir anlatı deməkdir. Özünü sadəcə içərdə deyil, xaricdə də anlada bilən, məşruiyyət yarada bilən bir dil. Çünki modern dünyada yalnız haqlı olmaq yetməz. Anlata bilmək də lazımdır. Tərifləyə bilmək də lazımdır. Və ən önəmlisi tanınabilir bir hala gəlmək lazımdır. Və bu yüzden bu program boyunca danışdığımız hər şey tək bir cümlədə toplanır. Tarix təşkilatlanmış olanı seçer. Və bu həqiqət bizi yavaş-yavaş son bir düşüncəyə aparar. Tarix boyunca fərqli coğrafiyalarda yaşanan üç ayrı hikayə eyni sorunun ətrafında birləşir. İrlandiya bizə bir ehtimalı göstərir. Bir xalqın, bir millətin özünü xatırlayıb, özünü anladıb və sonunda özünü idarə etməyə başlamasının mümkün olduğunu göstərir. Amma bu sadəcə cəsarətli olmadı, sadəcə acı ilə də olmadı, hazırlıklı olmakla oldu. Yugoslaviya bizə başqa bir üzü göstərir. Eyni şəkildə bir böhran anı, eyni şəkildə kimliklərin yüksəlişi, amma fərqli bir sonuç. Çünki orada enerji var idi, amma yön və cəhət yox idi. Kimlik var idi, amma ortaq bir zəmin yoxdu və sonuç bir gələcək deyil, bir parçalanma oldu. Və bugün bu iki hikayənin arasında Güney Azərbaycan durur. Nə tamamen keçmişdə qalmış bir təcrübə, nə də hələ yazılmış bir sonuc. Bir potansiyel, bir güc, amma potansiyel öz başına bir məna daşıya bilməz. Onu mənalı qılan şey ona nə edildiyidir. Bugün Güney Azərbaycan üçün məsələ artıq sadəcə haqlı olmaq deyil. Çünki tarix haqlı olanlarla doludur, amma hamısı qazanmadı. Bəziləri susturuldu, bəziləri unutturuldu, bəziləri də öz içində dağıldı. Fərq yaradan şey haqlılıq deyil, hazırlıklı olmaqdır. Hazır olanlar tarix gəldiyində yön verdi. Hazır olmayanlar o tarixin içində itdi. Bu yüzden bugün əsl soru budur. Bir millət öz talihini həqiqətən dəyişdirmək istədiyində özünü buna nə qədər hazırlamışdır? Çünki bir millət sadəcə acı yaşayarak deyil, sadəcə danışarak deyil, sadəcə istəməklə deyil, hafizəsini quraraq, özünü təşkilatlandırarak və gələcəyini bilinizlə inşa edərək tarix olar. Və sonunda tarix haqlı olanları deyil, hazır olanları yazar. Araz News Radyosunda azadlıq və ədalət proqramını dinlədiniz. Bir sonraki verilişədək əsən qalın.